Salam. Bugün burada sizinlə çoxlarının xəyal etdiyi, lakin az adamın həqiqətən necə tətbiq edə biləcəyini bildiyi bir mövzunu müzakirə edəcəyik. Uzunmüddətli münasibətlərin bilinməyən sirləri. Tez-tez eşidirik ki, sevgi hər şeyə qalib gəlir. Amma gəlin dürüst olaq. Həyat sadəcə sevgi üzərində qurulmur. İlk ayların həyəcanı, o qarnımızdakı kəpənəklər hissi zamanla yerini məişət qayğılarına, yorğunluğa və rutinə buraxır. Çoxu elə bilir ki, əgər o ilkin ehtiras sönübsə, deməli sevgi də bitib. Əslində isə əsl sevgi elə o nöqtədən sonra başlayır. Uzunmüddətli münasibət bir qaçış deyil, bir marafondur. Və bu marafonda qalib gəlmək üçün bizə bir-birimizi sadəcə sevmək yox, həm də bir-birimizi sağlam idarə etmək, anlamaq və daim yenidən kəşf etmək lazımdır. Bu videoda mən sizə kitablarda yazılmayan, lakin illərini bir yastığa baş qoyaraq keçirən xoşbəxt cütlüklərin tətbiq etdiyi 10 gizli qızıl qaydanı təqdim edəcəyəm. Bu sirlər sizin münasibətinizi sadəcə davam edən bir əlaqədən, inkişaf edən bir eşq hekayəsinə çevirəcək. 1. Sevgini hərəkət kimi qəbul etmək. Birinci və ən böyük sir, çoxumuz sevgini başımıza gələn bir hadisə kimi görürük. Lakin uzun müddətli münasibətlərdə sevgi hər gün verilən bir qərardır. Səhər duranda partnyorunuza gülümsəmək, o yorğun olanda çayını süzmək, mübahisə zamanı qışqırmaq yerinə dərindən nəfəs alıb dinləmək. Bax, bunlar sevginin aktiv formasıdır. Ehtiras zamanla azala bilər, amma şəfqət və bağlılıq iradi olaraq gücləndirilə bilər. Əgər sevginin sadəcə öz-özünə davam edəcəyini gözləsəniz, bir gün onun bitdiyini görəcəksiniz. Onu bir atəş kimi düşünün. Odun atmasanız külə dönəcək. Hər gün o atəşə kiçik bir odun atmaq sizin borcunuzdur. 2. Mübahisədə qalib gəlməkdən imtina etmək. Uzun müddətli münasibətlərin ən böyük qatillərindən biri haqlı olmaq istəyidir. Bir mübahisə düşəndə beynimiz avtomatik olaraq müdafiə rejiminə keçir və biz qalib gəlməyə çalışırıq. Amma problem burasındadır ki, əgər siz mübahisədə partnyorunuzu məğlub edirsinizsə, deməli hər ikiniz uduzursunuz. Çünki o özünü məğlub, incimiş və dəyərsiz hiss edəcək. Xoşbəxt cütlüklərin sirri budur. Onlar mən sənə qarşı deyil, biz problemə qarşı prinsipi ilə hərəkət edirlər. Məsələ kimin haqlı olması deyil, problemin necə həll olunmasıdır. Bəzən haqlı olmaqdan imtina etmək, xoşbəxt olmağı seçməkdir. Səhvinizi boynuna almaq sizi kiçiltmir, əksinə, qarşı tərəfdə sizə qarşı böyük bir hörmət və güvən yaradır. 3. Müstəqillik və mən səhəsi. Bir çox insan düşünür ki, sevmək hər saniyəni birlikdə keçirməkdir. Bu, ən böyük səhvlərdən biridir. İki insanın bir-birinə tamamilə qarışması fərdiliyi öldürür. Uzun müddətli münasibətlərdə hər iki tərəfin öz dostları, öz hobbiləri və öz dünyası olmalıdır. Partnyorunuz sizin hər şeyiniz olmamalıdır. O sizin həyat yoldaşınız olmalıdır. Əgər bütün xoşbəxtliyinizi bir insana bağlasanız, bu həmin insan üçün dözülməz bir yükə çevrilər. Bir-birinizdən ayrı keçirdiyiniz vaxt, bir araya gəldiyinizdə danışacaq yeni mövzular və bir-biriniz üçün darıxmaq imkanı yaradır. Unutmayın, iki sağlam mən, bir güclü biz yaradır. 4. Emosional güvən və zəiflik. Əsl yaxınlıq yataq otağında deyil, qorxularınızı və zəifliklərinizi bölüşdüyünüz anlarda yaranır. Bir çoxumuz partnyorumuzun qarşısında güclü görünməyə çalışırıq. Amma bilinməyən sir budur ki, bir insana ən dərindəki qorxunu, uğursuzluğunu və ya uşaqlıq travmasını danışmaq o insanla aranızda qırılmaz bir bağ yaradır. Buna radikal dürüstlük deyilir. Əgər partnyorunuzun yanında ağlaya bilmirsinizsə, əgər ona ən absurd düşüncələrinizi belə deməkdən çəkinirsinizsə, orada hələ tam bir birlik yoxdur. Zəifliyinizi göstərmək bir riskdir, bəli. Amma bu risk olmadan həqiqi yaxınlıq mümkün deyil. 5. Kiçik jestlərin böyük gücü. Biz çox vaxt böyük hadisələri gözləyirik. Bahalı hədiyyələr, xaricə səyahətlər, dəbdəbəli evlilik ildönümləri. Lakin münasibəti ayaqda saxlayan bunlar deyil. Münasibətin qan dövranı gündəlik kiçik jestlərdir. Gözlənilməz bir anda yazılan səni düşünürəm mesajı, işdən gələndə isti bir qucaqlaşma, onun sevdiyi şirniyyatı alıb gətirmək və ya sadəcə bugün necə keçdi deyib həqiqətən dinləmək. Bu kiçik diqqət damcıları zamanla böyük bir güvən və sevgi okeanı yaradır. Cütlüklər arasındakı emosional bank hesabı belə dolur. Əgər hər gün hesaba kiçik məbləğlər qoysanız, böyük böhranlar zamanı o hesabdakı sevgi ehtiyatı sizi xilas edəcək. 6. Cinsəllik və yaxınlığın təkamülü. Gəlin açıq danışaq.
Uzun müddətli münasibətlərdə cinsi həyat ilk günlərdəki kimi qalmır və bu normaldır. Sir burasındadır ki, cinsi yaxınlıq sadəcə fiziki bir akt deyil, emosional yaxınlığın davamıdır. Uzun illər birlikdə olan cütlüklər bu mövzuda danışmağı öyrənməlidirlər. İstəkləri, dəyişən ehtiyacları və ya narahatlıqları çəkinmədən müzakirə etmək lazımdır. Cinsəllik öz-özünə düzələn bir şey deyil, üzərində işlənilən və qayğı göstərilən bir sahədir. Rutindən qaçmaq, bir-birinə vaxt ayırmaq və ən əsası, yataq otağından kənarda da bir-birinə toxunmaq, əl-ələ tutmaq bu bağı diri saxlayır. 7. Dəyişməyi qəbul etmək. Siz bugün evləndiyiniz və ya tanış olduğunuz insanla 10 il sonraki insan eyni olmayacaq. Həyat bizi dəyişir. İtkilər, uğurlar, yaşlanmaq, xəstəliklər. Uzun müddətli münasibətin sirri partnyorunuzun bu dəyişimini dəstəkləməkdir. Bəzən insanlar şikayət edirlər. O çox dəyişib. Əlbəttə dəyişəcək. Əsas odur ki, siz bu dəyişim prosesində bir-birinizdən uzaqlaşmaq yerinə birlikdə inkişaf edəsiniz. Partnyorunuzun yeni maraqlarına hörmətlə yanaşın. Onun yeni xəyallarını boğmayın. Əsl sevgi qarşındakı insanın ən yaxşı versiyasına çevrilməsinə kömək etməkdir. 8. Bağışlamaq sənəti. Münasibətlərdə səhvlər qaçılmazdır. Bəzən bir-birimizin xətrinə dəyəcəyik, bəzən unudacağıq, bəzən yalan danışacağıq. Əgər hər bir xırda səhvi bir fayl kimi yaddaşınızda saxlasanız, o yükün altında əziləcəksiniz. Bağışlamaq qarşı tərəfə edilən bir lütf deyil, özünüzə verdiyiniz bir hədiyyədir. Keçmişin acılarını bugünə daşımamaqdır. Əlbəttə, burada söhbət ağır xəyanətlərdən və ya zorakılıqdan getmir. Söhbət gündəlik incikliklərdən və insanın təbiətində olan səhvlərdən gedir. Bağışlaya bilməyən cütlüklər zamanla bir-birinə qarşı nifrət yığırlar və bu nifrət ən güclü sevgini belə çürüdür. 9. Rituallar yaratmaq. Xoşbaxt cütlüklərin özlərinə məxsus gizli dünyaları olur. Bu kiçik rituallar vasitəsilə yaranır. Məsələn, hər bazar səhəri birlikdə qəhvə içmək, yatmazdan əvvəl 10 dəqiqə günün icmalını etmək, hər ayın müəyyən günü görüş gecəsi, date night təşkil etmək. Bu rituallar xarici dünyaya qarşı bir qalxandır. Onlar deyir ki, nə baş verir versin, biz bura aidik və bu bizim zamanımızdır. Rituallar stabillik hissi yaradır və insanı güvəndə hiss etdirir. Əgər hələ də belə kiçik adətləriniz yoxdursa, bu gündən birini başlatmağa nə deyirsiniz? 10. Məqsəd birliyi. Uzun müddətli münasibət sadəcə iki nəfərin bir-birinə baxması deyil, hər iki nəfərin eyni istiqamətə baxmasıdır. Sizin ortaq dəyərləriniz və gələcək planlarınız varmı? Ailə, karyera, pul və ya həyat fəlsəfəsi mövzusunda nə dərəcədə uzlaşırsınız? Eşq bir nöqtəyə qədər aparır, amma ortaq məqsədlər sizi mənzil başına çatdırır. Bir ev tikmək, uşaq böyütmək və ya birlikdə dünyanı gəzmək, bu ortaq layihələr sizi bir komanda edir. Bir-birinizi rəqib kimi deyil, eyni gəmidə olan iki kapitan kimi görün. Yekun. Sevgi bir seçimdir. Əziz dostlar, videonun sonuna yaxınlaşırıq. Yəqin ki, anladınız. Uzun müddətli münasibətlərin sirri sehirli bir düsturda deyil. O, səbirdədir, əməkdir və ən əsası dinləmək qabiliyyətindədir. Münasibət bir kristal vaza kimidir. Onu sındırmaq 1 saniyə çəkir, amma qırıqları birləşdirmək ömür boyu çəkə bilər. Ona görə də əlinizdəkinin qədrini bugün bilin. Partnyorunuza baxanda onun sadəcə çatışmazlıqlarını deyil, bir zamanlar niyə məhz ona aşiq olduğunuzu xatırlayın. Unutmayın, mükəmməl münasibət yoxdur. Sadəcə bir-birindən əl çəkməyən, çətinliklərə rəğmən mən hələ də buradayam deyən iki cəsur insan var. Bu video ümid edirəm ki, sizin münasibətinizə yeni bir nəfəs gətirəcək. Bəs sizin sirriniz nədir? İllərdir davam edən münasibətinizdə sizi bir-birinizə bağlayan ən önəmli şey nə olub? Şərhlərdə bölüşməyi unutmayın. Hamısını oxuyacağam. Kanalımıza abunə olun, videonu bəyənin ki, daha çox belə məzmun hazırlayaq. Növbəti videolarda görüşənədək sevgi ilə qalın.